Ey aləmlərin Rəbbi! Rəhmətinin, məğfirətinin, böyüklüyünün və gözəl adların hörmətinə bizə yardım et. Bizi bütün günahlardan və pisliklərdən qoru. Yaxşı insan olmaq üçün, xeyirxah işlər etmək üçün bizə yardım et. Allahım, bu mübarək ayda etdiyimiz ibadətlərimizi, tutduğumuz oruclarımızı, verdiyimiz iftarlarımızı qəbul elə. Bu ayda nazil olan Qur'anı qəlbimizin və gözümüzün nuru elə. Amin. Allahım, bizi qəbir əzabından, cəhənnəm odundan, var dövlətin və yoxsulluğun fitnəsindən qoru. Ağ paltarı təmiz su ilə kirdən təmizlədiyin kimi, qəlbimizi də öz rəhmətinlə günahlardan təmizlə. Ey uca Allahım! Ramazan ayını bütün İslam aləmi üçün xeyirlərə və bərəkətlərə vəsilə et. Ramazan ayını ibadət, dua, Quran oxumaqla və xeyirxah əməllərlə başa vurmağı bizə nəsib et. Amin.